Qədir gecələri yaxınlaşır. Qədrə hazırlıq olaraq bir neçə əməl ki, bizə hamımıza tövsiyə ediblər. Mən bunu hamımıza tövsiyə edirəm ki, özümüzü hazırlamalıyıq biz qədrə. İndidən hazırlıq görməliyik. Nə qədər insanın qəlbi o hazırlıq üçün açılarsa, o qədər də rəhmət o qəlbə nazil olar. Ona görə mən bir-iki dənə tövsiyə edirəm ki, o əməlləri eləyək. Birinci tövsiyəm budur. O insanlar ki, valideynləri onlardan narazı qalıb, valideynləri onlardan narahatdır. Qədr gecəsinəcən fürsətiniz var. Gedin, ananı, atanı razı salın. Çünki ana, ata narazı qalsa, o qədrin feyzindən insan məhrum qalar. Baxmayaraq ki, başında Qur'an, bikəyə Allah deyir. Allah baxacaq. Görüm, kimindən valideyni narazıdır. Gedə, əlindən, üzündən öpə, halallaşa gələ qədrə. 2 gün hələ vaxtımız var. O insanlar ki, anaları, ataları dünyasını dəyişib, onlara da tövsiyəm budur. Qəbirlərin üstünə gedə. Orada bir dua eləyə, dua oxuya. Uzaq məntəqədə deyil, heç olmasa əlini aça, dua eləyə, savabını göndərə ora. Ana, atanı razı salın. Bunu dönə-dönə tapşıram. İlk növbədə özümə və sonra da kiçik qardaşımız olaraq hamımıza deyirəm ki, ana, ata narazı qalsa olmaz. Qədirdən insan məhrumdur. Bu bir. Bu tərəfinə toxundum, biraz keçin bu tərəfə də. Atalar, analara da sözümü deyim. Ata da, ana da övladına zülm edirsə, elə olmaz. Övladın qəlbini əl alsın. Geçsin, öpsün, bağrına bassın, qədrə hazırlıq görsün. Yaxşı olmaz insan məsumların adını çəkə, amma zülm edir övladına. Yox, belə olmaz. Bu bir məsələ. İkinci məsələ. Qəlbdə kim varsa kini qaldırmalıyıq aradan. Kinin sonluğu pis bitir. Kinli insanlar yığır, saxlayır, axırda bir yerdə partlamalıdır. 5 gün, 6 gün, 10 gün, 20 gün partlayacaq. Bu kini qədreycən aradan qaldıraq. Əgər qəlbimizdə kin qalıbsa, fürsətimiz var. Gedəyin, bağrımıza sağın onu, öpəyin onu. Mən səni çox istəyirəm, sən məni çox istəyirəm. Bu cürünü aradan qaldıraq. O kinli qədr gecələrinə daxil olmayalım. Kinli olmaz. Peyğəmbər dedi, o bir nəfər ki var, o bir kişi, o cənnət əhlidir. Sahabələr deyib, baxdıq buna, bunun adi bir əməlinə, belə bir qeyri-adi bir əməli yox idi. Gecə vaxtı gəlirdi, başını qoyurdu, yatırdı, sübh namazının vaxtında da oyanırdı. Mən ki, belə baş düşdüm bu sözdən, yəni gecə namazda tutaq ki, qılmırdı. Adi bir insan idi. Biz yaxınlaşdıq ki, buna, sənin nə əməlin var belə, sənə sağ ikən Peyğəmbər deyir, cənnət əhlisən. Yəni, cənnət əhlini kim görmürsə, getsin, baxsınlar. Sən neyinirsən, nə işlə məşğulsan, olmuşsan cənnət əhli? Dedi, mənim bir dənə xüsusiyyətim var ki, müsəlmanlara qarşı qəlbimdə kin, həsəd yoxdur. Ola bilsin Allah buna görə, Peyğəmbər buna görə mənə üçün deyir ki, cənnət əhlisən. Kin, küdurət varsa olmaz. Gələk bu kini, küdurəti qəlbimizdən çıxardaq, onu ataq onu çölə. Hədisdə var, əl-mu'minu yəhqidu madama fi məclisih. Mömin məclisdə əyləşərkən, ola bilər mömin qardaşı onu incilər, qəlbinə kin daxil olar o məclisdə. Fəizə qamə zəhəbə ənhul həqd. Amma qalxan kimi da tutardı, kini orada qoyar, çıxar getər. Da evə kinli getməz. Oldu, qoyar orada, çıxar gedər. İndi orada incidib bunu, kin daxil oldu da, qutardı da. Bəzi insanlar çətin deyə halallaşmaq da olmur. Öpürsən, bağıra da bassan, yəni qutar da bu söhbəti mehriban olaq görsün, alınmır. Amma bu kin, küdurəti gələ insan qoysun kənara ki, qədrin feyzindən məhrum olmasın.